9 ildə Azərbaycanın inkişafını qeyri-neft sektoru müəyyən edəcək. Bu, Azərbaycan 2020 Gələcəyə Baxış İnkişaf Konsepsiyasının icrası nəticəsində mümkün olacaq. Konsepsiyanın icrası rəsmən bu ildən başlayır. İnkişaf konsepsiyası qarşıdakı 10 ildə ölkədə qeyri-neft sektorunun inkişafına hədəflənib. Çoxşaxəli proqramın icrası nəticəsində qeyri-neft sektoru üzrə adam başına düşən ixrac həcminin 7%-dən yüksək, yəni 1000 Amerika Birləşmiş Ştatları dollarına çatdırılması planlaşdırılır. Adam başına düşən ümumi daxili məhsulun həcminin 2 dəfə artırılaraq 13.000 dollara çatdırılması nəzərdə tutulur. Nəqliyyat, tranzit, logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması, qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi konsepsiyanın əsas istiqamətləridir. Nəzərdə tutulan hədəflər Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azaldılmasına yönəlib. Konsepsiyada nəzərdə tutulan hədəfə nail olmaqla Azərbaycan artıq 2020-ci ildə orta gəlirli ölkə statusundan inkişaf etmiş ölkə statusuna qədəm qoydu. Yəni, praktik olaraq Gələcəyə Baxış 2020 konsepsiyası Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasına imkan verəcək ki, təbii ki, bu da Azərbaycan iqtisadiyyatının həm ümumi daxili məhsul baxımından həcminin böyüyü, eyni zamanda adam başa düşən ümumi daxili məhsulun alıcılıq qabiliyyəti nəzərə alınmaqla 20.000 dollardan artıq olmasına gətirib çıxaracaq. Yəni, praktik olaraq Gələcəyə Baxış konsepsiyası Azərbaycanda həm adam başa düşən ümumi daxili məhsulun, eləcə də adam başa düşən büdcə gəlirlərin, ümumi daxili məhsulun ümumi həcminə görə Azərbaycanın inkişaf etmiş və ya çox gəlirli ölkələr kateqoriyasına daxil olmasına imkan verəcək. Konsepsiyada ixrac yönümlü iqtisadi model əsas götürülüb. İqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, strukturun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına yönəlib. Konsepsiyanın əsas istiqamətlərindən biri informasiya-kommunikasiya texnologiyaları sektorunun təkmilləşdirilməsidir. İKT sahəsində əldə edilən gəlirlər ümumi daxili məhsulda, bütövlükdə isə iqtisadiyyatda payın artırılmasını tələb edir. Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə hər 10 dollar dəyərin 7 dolları İKT sahəsinin payına düşür. İnkişaf konsepsiyası yaxın 10-20 ildə Azərbaycanın İKT sahəsində xüsusi model formalaşdırmasına imkan verir. Regionda İKT sferası üzrə Azərbaycanın inkişafı önəmlidir. Faktiki regional lider statusuna malik bir ölkədir. İKT bütün həm dövlət orqanlarında, həm yerli orqanlarda, regionlarda, özəl şirkətlərdə tam olaraq inkişaf etdirilməlidir. Bütövlükdə əhaliyə göstərilən elektron xidmətlər demək olar ki, 100% elektron formata keçirilməlidir. İKT-nin konkret bir çox sahələrinin inkişafı nəzərdə tutulur. Həm informasiya cəmiyyətlə keçidin təminidir, regionlarda dediyim kimi o inkişaf etdirilməsidir, mütəxəssis kadrların hazırlanmasıdır. Ayrıca İKT sektorunun özünün müvafiq deyək ki, strukturlar üzrə inkişaf etdirilməsi də qoyulur. Mütəxəssislərin fikrincə texnoloji tərəqqi Azərbaycanın qərblə şərqi bağlayan informasiya texnologiyalarının nəqliyyat dəhlizi rolunu oynamasına imkan verəcək. İnformasiya simmetriyasının həyata keçirilməsinin Trans-Avropa Superinformasiya magistralının həyata keçirilməsidir ki, bu qərb və şərq arasında böyük bir informasiya massivinin yerləşdirilməsi, bizim ərazidə yerləşdirilməsi nəzərdə tutulur ki, bunun nəticəsində İKT sayəsində Respublika regional liderə çevrilməsidir. Konsepsiyada regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti dövlət proqramlarının 10 illik müddətə qəbul edilməsi nəzərdə tutulur. Kənd təsərrüfatı sektorunun inkişafı da sənədin əsas önəmli müddəalarından biridir. Aqrar sahədə gəlirliliyin və ixracat potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi əsas hədəflərdir. Aqrar sektorda və regionlarda texnoparkların yaradılması və məhz texnoparklarda bütövlükdə həm tədqiqat mərkəzlərinin, eləcə də biznesin və o cümlədən aqrar sektorla məşğul olan müəssisələrin birgə fəaliyyəti, korporasiyanın yaradılması, istiqamətdə fəaliyyətin gücləndirilməsi, bütün bunlar deməyə imkan verir ki, məhz konsepsiya birmənalı şəkildə aqrar sektorun inkişafına müsbət təsir göstərəcək və bu da təbii ki, regionda yaşayan vətəndaşlarımızın 2020 Gələcəyə Baxış konsepsiyasının icrasından bəhrələnməsinə və bütövlükdə regionda yaşayan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Konsepsiyanın icrası bütövlükdə Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə sahib iştirakçı statusuna yüksəldilməsini reallaşdırmağı qarşıya vəzifə qoyub. Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə konsepsiya artıq təsdiqlənib və layihənin rəsmən icrasına başlanıb. Ətayə Ələmdar qızı, Ayaz Kazım, Ziya Allahyarov, Orxan Ədalətoğlu, Lider TV.